Daxili İşlər Nazirliyi az qala hər gün vətəndaşların bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlandığını bildirir və hər dəfə də xəbərdarlıq olunur ki, vətəndaşlar kartlarının PIN kodunu, login və şifrələrini digər şəxslərə verməsin. Lakin bütün bunlara baxmayaraq hələ də bu cür hallar artmağa başlayıb. Bəs Bakı sakinlərimizdən kimlər bu cür dələduzluğun qurbanı olub? Yox, olmayıb. Azərbaycanda 100-dən çox dələduzlar var. Yəni ki, bizdə normal bir şeydir dələduzluq. Başqa nə deyim? Sizcə günahkar kimdir? Yəni şəxslərin, vətəndaşların özüdürmü günahkar, yoxsa təhlükəsizlik sistemi? Təhlükəsizlik. Nə oldu? Avropada oğranmadı, amma bizdə oğrandı. Deməli, bizim təhlükəsizlik sistemimiz aşağı səviyyədədir. Ona görə də oğranır. Yox, oğurlamayıb, amma problem yarandı. Nəysə kartı vurdum, pul görünmədi. Yazıldı ki, banka müraciət edin, kartınıza giriş edən var. Getdim, kartı dəyişdirdim. Amma pul çıxartmayıblar. Məlumatlısınız mı? Məsəl üçün PIN kodu, digər şifrələrə heç kimə verilmək olmaz. Bəli. Amma nədənsə giriş eləmişdilər. Falan kodu götürün, nə bilim, nəysə udacaqsınız. Belə şeylər gəlir. Belə məlumatlar gəlirdi. Belə hiss olunmurdu ki, bu saxtadır da. Elə dürüst kimi görünürdü. Adam elə gəlirdi ki, nəsə dürüst məlumatlardır. Amma sonra getdim, dəyişdirdim də. Bəli, olub. Yəni, heç özümdən istəmsiz də olub. Hansısa bir yerə, misal üçün, arada olur da pul lazım olur. Temuya falan, nəsə onlayn bir şey sifariş edəndə orada çox vaxt kartın 16 rəqəm və CVV kodundan istifadə olunur və bəzən də saytları kopyalamaq olur. Yəni, mən özüm də kiber təhlükəsizlik oxuduğum üçün bunlara biraz hakiməm bu mövzulara. Yəni, belə deyim ki, bu mövzular çox genişləyib. Yəni, hətta süni intellektlər vasitəsilə insanların qohumlarının səsini kopyalayıb, onları istədiklərini dedizdirərək fərqli kartlara da pul göndərə bilirlər. Sizin bank kartınızdan nə qədər pul uğurlamışdı? Məndə elə böyük bir məbləğ olmamışdı, 50 manat olmuşdu, 51 manat sanırım. Necə olmuşdu, başlaydı bu? Yəni, elə gecə vaxtı idi, kartımdan gördüm, SMS gəldi ki, oğurlanıb. Yəni, bu mövzuda zəng də vurdum, banka bildirdim, dedi, yox, siz haradasa bundan istifadə etmişsiniz. Və onun üçün, hətta mənim adımla alış-veriş olunub, hansısa bir bujiteriya dükanı idi, amma xarici bir bujiteriya dükanı. Amma mənim heç xəbərim yox. Yox, elə saxtakarlığa hələ tuş gəlməmişəm. Ümumiyyətlə, məlumatlısınız da, bax bu cür... Bəli, çox məlumatımız var. Hərdən görsən telefonlarımıza xarici nömrələrdən mesajlar gəlir, açmırıq. Çünki dövlət qurumları tərəfindən bizi xəbərdar eləyiblər ki, belə sizə şifrələr, belə məlumatlar gələndə qətiyyən açmayın. Ona görə də məlumatımız var. Oğurlanıb. Nə qədər oğurlanıb? 300 manat. Necə oldu ki, bax, başınıza bu iş gəldi? Pul vuruldu, səhərsi gün pul yox idi. Sizə nəsə SMS gəlmişdi, zəng gəlmişdi, yoxsa necə? Heç nə gəlməmişdi. Heç bir məlumatım olmadı. Banka müraciət etdinizmi? Bəli. Nə dedilər? Bir ay müddətə kartınıza qayıdacaq. Amma heç nə qayıtmadı. Sizcə, günahkar siz özünüzsünüz, yoxsa bu təhlükəsizlik sistemində problem var? Təhlükəsizlik sistemində problem var ki, yəqin ki, bu qədər açıqlıq olub da pulumuz itib. Dəqiq bildiyim haldır ki, müxtəlif bankların tərkibində xüsusi qruplar var ki, o kiber oğrulara qarşı mübarizə aparırlar. Necə olur ki, onlar dəqiqliklə bilirlər ki, məsələn, filan kəslərin hesabında nə qədər pul var və necə götürürlər. Nədənsə adamda çox şübhə yaradır. Həm Rusiyanın, həm də Türkiyənin kanallarına mən çox baxıram, müxtəlif xəbərlər yazılır, bunlarla maraqlanıram. Bir dəfə də bu səpkidə, onlarda bir verilişdə eşitmədim ki, desinlər ki, bizim filan banka kiber hücum olur. Yəni, bu nədənsə də bizdə şübhə doğurur və hökmən haradakı, hansı banklardan ki, oğru olur, o banklarda o kiber hücum eləyənlərin özlərinin yəqin kənaltıları var.